Salam, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Ayşən müəllim. Bu gün sizlərə şərtsiz reflekslərlə şərti reflekslərin fərqli xüsusiyyətlərini izah edəcəm. YouTube kanalıma nəzər salsanız, orada şərti refleksin yaranması Pavlovun apardığı təcrübə üzərində izah olunub və həmin videoda qeyd eləmişdim ki, mütləq şərtsiz reflekslərlə şərtsiz reflekslərin müqayisəli xarakteristikasını sadə şəkildə və qısa izahla sizlərə təqdim edəcəyəm. Deməli, gəlin baxaq. Şərtsiz reflekslər anadan gəlmədir. Onlar doğularkən bizlə bərabər doğulur. Amma şərti refleksləri biz sonradan, həyati boyu qazanırıq. Şərtsiz reflekslər, anadan gəlmə hansı şərtsiz reflekslərimiz var bizim? Düzdür, burada onları qeyd eləməmişəm, çünki burada əsas müqayisəyə diqqət yetirmişəm. Anadan gəlmə şərtsiz səmt refleksi, şərtsiz qida refleksi, müdafiə refleksi və cinsiyyət refleksi var. Amma şərti refleksləri biz sonradan qazanırıq. Şərtsiz reflekslər irsidir, nəslə ötürülür. Amma şərti reflekslər irsi deyil. Onların nəslə ötürülməsini biz müşahidə etmirik, çünki onlar sonradan qazanılır. Şərtsiz reflekslər insanın həyatı boyu qalır, daimidir, dəyişmir, tormozlanmır, sönmür. Lakin şərti reflekslər daimi deyil, tormozlana bilir, dəyişə və ya itə bilər. Şərtsiz reflekslər bir növün bütün fərdlərini əhatə edir. Bütün fərdlər üçün eynidir. Məsələn, hal-hazırda insanın yalnız bir növü yaşayır. Hansı növüdür bu? Homo sapiens. Və Homo sapiens növündə, insanın bu növündə bütün fərdlərdə şərtsiz müdafiə, qida, səmt, cinsiyyət refleksləri var. Lakin şərti reflekslər fərdi xarakter daşıyır. Ayrı-ayrı fərdlərdə fərqlənir. Çünki ayrı-ayrı fərdlərin yaşayış mühiti fərqlidir, onların təcrübələri fərqlidir. Onlar həyatı boyu müxtəlif mühitə uyğun, yaşayış şəraitinə uyğun deməli şərti reflekslər qazanırlar. Şərtsiz reflekslər orqanizmi dəyişməyən mühit şəraitinə uyğunlaşdırır. Lakin şərti reflekslər orqanizmi dəyişən mühit şəraitinə uyğunlaşdırır. Yəni şərait dəyişdikcə əvvəl yaranan şərti refleks tormozlana bilir və yeni dəyişmiş mühit şəraitinə uyğun yeni şərti reflekslər yarana bilir. Refleks qövsü şərtsiz refleksdə onurğa beyindən, beyin kötüyündən keçir və həmçinin baş beyin qabıqaltı nüvələrindən keçə bilir. Hətta kitabımızda belə bir cümlə yazılıb ki, boz maddənin içərisindəki ağ maddə, boz maddədən ibarət ağ maddədən qurulmuş baş beynin qabıqaltı nüvələrindən keçir. Refleks qövsü şərti refleksdə baş beyin yarımkürələri qabığından, az hallarda isə bəzi şərti reflekslərdə onurğa beyindən keçə bilər. Şərtsiz reflekslərin əmələ gəlməsində spesifik qıcıqlar rol oynayır. Bunlar spesifik qıcıqlar məsəl üçün səmt refleksi deyək. Səmt refleksi nəyə qarşı yaranır? İşığa və səsə qarşı. İşığa qarşı səmt refleksinin yaranması üçün xüsusi işıq qıcığı mühüm rol oynayır. Səsə qarşı səmt refleksinin yaranmasında qıcıq müxtəlif səslərdir və s. Amma şərti reflekslərdə təsirsiz qıcıqlandırıcıların şərtsiz qıcıqlandırıcılar ilə möhkəmlənməsi nəticəsində şərti reflekslərin yarandığını deyə bilərik. Gəlin növbəti slayda baxaq. Burada mən şərtsiz qida refleksinin refleks qövsünü yazmışam və eləcə də şərti qida refleksinin refleks qövsünü yazmışam. Burada ikinci yadımdan çıxıb yazmamışam. Bunu qeyd edeyim bura. Deməli, biz itdə Pavlovun şərti qida refleksi yaratdığını gördük işığa qarşı. Bir də şərtsiz qida refleksi var. Ümumiyyətlə bilirsiniz ki, refleksdə, refleks qövsündə 5 hissə aid edilir. Burada da görürsünüz, həm şərti, həm şərtsiz refleksdə 5 hissəni müəyyən etmişik. Şərtsiz qida refleksində, deməli, refleks qövsü başlayır, bilirsiniz ki, nədən başlayır? Reseptordan. Qida ağıza düşən kimi dilin üzərindəki reseptorlar qıcığı qəbul edir və onları sinir impulsuna çevirir. Deməli, birinci hissə olacaq dilin reseptorları. Sinir impulsuna çevirdikdən sonra reseptorlardan həmin sinir impulsları dad sinirinin qalxan yolları ilə müvafiq dad mərkəzinə ötürülür.
Deməli, ikinci hissə nə olacaq? Dad sinirinin qalxan yolları. Bu yollar əsasən hissi yollardır və impulslar gələcək hara? Dad mərkəzinə. Dad mərkəzində müvafiq oyanmalar baş verir. Bundan sonra deməli, dad sinirinin enən yolları vasitəsilə işçi orqana ötürüləcək. Həmin bu dad sinirinin enən yolları isə hərəki yollar hesab olunur. İşçi orqan isə burada ağız suyu vəzləridir və beləliklə ağız suyu vəzlərinin ağız suyu ifraz etdiyini biz görürük. Şərtsiz qida refleksinin deməli elementləri, hissələri bax bunlardan ibarətdir. Gəlin bir də baxaq. Dilin reseptorları qıcığı qəbul edir, sinir impulsuna çevirir. İmpulslar dad sinirinin qalxan yolları ilə qalxır, gəlir dad mərkəzində müvafiq dad mərkəzidir. Bu burada oyanmalar baş verir və dördüncü dad sinirinin enən yolları ilə ağız suyu vəzlərinə, yəni işçi orqan hesab olunur. Bu gəlir ki və impulslar bura ağız suyu vəzlərinə gəldikdə ağız suyu ifraz olunur. Amma məsəl üçün it misalında şərti qida refleksi yaratmışdı Pavlov orada. Artıq işığa qarşı yaratmışdı bunu. Bu refleksin refleks qövsünün hissələri nədir? Bu zaman işıq yanırdı. Gözün reseptorları, bilirsiniz ki, gözün torlu qırşasında görmə reseptorları olur. Gözün reseptorları qıcığı qəbul edir, sinir impulsuna çevirir. Həmin sinir impulsları görmə siniri vasitəsilə, baxın, bu analizatorun ikinci hissəsidir. Fikir versiniz. Müvafiq olaraq gəlir görmə mərkəzinə. Bu da analizatorun, Pavlovun müəyyən etdiyi analizatorun ilk üç hissələridir. Gözlə bağlı, görməklə bağlı, görmə hissi ilə bağlı. Gözün reseptorları qıcığı qəbul edir, impulsa çevirdi. Görmə siniri, bunlar hissi sinirlərdir, gətirir hara? Görmə mərkəzinə və burada müvafiq proseslər baş verir. Mən bunu əvvəlki izahımda qeyd eləmişəm. Orada deməli dad mərkəzi ilə görmə mərkəzi arasında müvəqqəti əlaqə yaranır. Ona görə də görmə mərkəzində baş verən oyanma dad mərkəzini də oyadır və beləliklə oradan əmrlər ötürülür hara? Müvafiq olaraq ağız suyu ifrazı mərkəzinə. Deməli, oradan da dad sinirinin enən yolları ilə, bunlar hərəki yollardır, ağız suyu vəzlərinə gəlir impulslar. Ağız suyu vəzi burada işçi orqan hesab olunur və beləliklə ağız suyu ifrazı olunur. Deməli, görmə mərkəzinin oyandıqda bu müvafiq olaraq dad mərkəzinin də müvəqqəti əlaqə ilə oyanmasına səbəb olur. Çünki şərti refleks təcrübədə qazanılır. Yəni, təcrübə nəticəsində, məşq etmə nəticəsində qazanılan refleksdir. Yəni bu zaman tez-tez görmə mərkəzi ilə dad mərkəzi eyni vaxtda oyandığı üçün onlar arasında müvəqqəti əlaqə yaranır. Yəni görmə mərkəzindən dad mərkəzinə müvəqqəti əlaqə ilə oyanma ötürülür. Oradan müvafiq ağız suyu ifrazı mərkəzi var ki, bu uzunsov beyində yerləşir. Ora impulslar ötürülür və dad sinirinin enən yolları ilə ağız suyu vəzlərinə, yəni işçi orqana gətirilir. Buradan nə gördük? Biz buradan gördük ki, həm şərtsiz qida refleksinin, həm də şərti qida refleksinin 4-cü və 5-ci hissələri, bax fikir versiniz, 4-5 dad sinirinin enən yolu, ağız suyu vəzləri. Burada da baxın 4-5-ə dad sinirinin enən yolu, ağız suyu vəzləri. 4-cü və 5-ci hissə refleks qövsündə eynidir. Fərqli olanlar isə ilk 3 hissədir. Deməli, şərtsiz qida refleksində dilin reseptorları, şərti qida refleksində gözün reseptorları, sonra burada dad sinirinin qalxan yolları, burada görmə sinirləri, dad mərkəzi, görmə mərkəzi, ilk 3 refleks qövsünün ilk 3 hissəsi bir-birindən fərqlənir. Ümid edirəm anlaşıqlı oldu, ümid edirəm sizin üçün faydalı oldu. Diqqətiniz üçün təşəkkür edirəm.